Həyatımızda bir şey itki baş verirsə, kədər duyğusu var. Ehtiyacımız qarşılanırsa, sevinç duyğusu yaranır, var. Bir də əsəb duyğusu, sərhədimiz pozulursa, limitimiz pozulursa, sərhədimiz keçirilirsə biz əsəbləşirik. Bu duyğu mexanizması da həmişə yaranar. Amma indi deyək ki, biz böyümüşük artıq. İtirmə qorxusu var məndə. Bu qorxu illüziyadır. Keçmişdə yaşadıqlarıma görə var. Yəni təbii duyğu deyil. Anlata bildim. Sizin dediyiniz o şey. Baxın, çox maraqlı bir yerə böldünüz. Siz indi süzəsində düstur verirsiniz indi bizə. Onda belə çıxdı 5 əsas duyğu verdiniz bizə. 4 təməl, 6-dır. İkisi təəccüblə iyrənməni çıxırıq. 4 təməl duyğu var. Qorxu, əsəb, kədər, sevinc. 4 təməl duyğu var. Və bu bəzən də bunu yaxşı yerə toxundunuz ki, bunu buradan bildirim izləyəcək olan insanlara ki, onlar bəzən terapiyaya gələndə məsələn qorxunu aradan qaldırmağa çalışır və elə bilir ki, daha ömrünün sonuna qədər heç vaxt qorxmayacaq. Belə olsa insan həyatda qala bilməz. 2 gündən sonra öləcək, maşın vurar, öləcək. Niyə qorxun nə olacaq? Maşın qorumaq üçün bizim beynimizin işi nədir? Bizi qorumaq. Yenə qorxmalı olduğu yerlərdə və yaxud da durduğu yerdə maşın üzərinə gəlsə, o qorxacaq yenə. Bizim aradan qaldırmağa çalışdığımız şey o illüziyalarımızdır.